Dayan! Səhər tezdən xortlayıb yollanırıq üzü Şaxdağ tərəfə. Sifariş verdiyimiz taksimiz də gözləyir. Hoş gördük. Yaxşısınızmı? Bizim çəkilişlər olacaq. Siz narahat eləmir ki inşallah. Yox. Hə, tamam inşallah. Görmüşəm, sən tutmadın. Bismillah. Çəkiliş bəhanəsi ilə uzun müddətdən sonra nəhayət özümə bir əyinbaş almışam. Yol üstü dostumu da Sumqayıtdan götürdük. Arxada gizlənib. Çəkilişlərimizə kurs olacaq. Bu birdən-birə belə duman hardan çıxdı? Birdən-birə olmadı, oturmuş söhbət edirdik. Birdən-birə nətər duman? Lap uşaqlığımın kabusu Silent Hill yadıma düşdü. Bir dənə daha bundan qabağımıza çıxsa heç təəccüblənmərəm yəni. Ara, Şahdağa gelsə o da. Budur artıq dumanımızın da fəsadları yavaş-yavaş ortaya çıxır. Məncə orada yəqin qəza olub qabaqda. Adama maraqlı gələn sağ tərəfdə yol var ikən niyə hamı gəlib bir-birinin arxasına yığılıb? Ne bileyim abi. Yol var da. Cəmaət niyə dağadaşa düşür ki yaxşı? Yol var da çünki. Siz bu Waze-ə çox güvənməyim, bir də görün apapsaldı dağdan aşağı. Nəsə əsas odur. Yol tapıb çıxdıq. Ha, indi hardayıq qardaş? Qubanın Qəndov kəndidir. Bu Rusiya Federasiyası zat yazılır. Rusiyada da çıxıb eləyirik. Qəndov Şabran. Oxşum hal-hazırda Gəndoşdur, nədir? Gəndoşdur, nə? Gəndov. Şükür tozda dumanda hələ çılıq gəlib Qubaya çatdıq. Bəh. Mənzərə deyirəm hissə. Didox düşüb bir təmiz havalaq. Yoxsa karbon qazları bir yerə yığılıb adam pitər eləyir. Yol üstü gözəl bir çaya rast gəldik. Bəli, ancaq quru çay. Quru çay. Belə çox interesli. Ha bu çay niyə ha belə suludur? Mən quru çay istəmişdim. Ha bu səydi nədir? Bala-bala gəlib çatmışıq ki, uzaqdan qarlı dağlarımız da görsənir. Mənim hündürlüyə qarşı dəhşət dərəcədə fobiyam var, qorxum var. Bugün dağa gəlmişəm ki, bu fobiyaya qalib gəlim. İkinci mərtəbədən aşağı baxanda pitər oluram. İndi burada nə reaksiyalar verəcəm və onu bilmirəm. Velcome Tuşaxdağ. Nəhayət gəlib girişə çatdıq. Nəzəroza çatdırım ki, Şahdağa gəlmək niyyətiniz varsa, vaksin məsələlərini nəzərə alın, yoxsa gəf qapının ağzında qalasınız. Və budur, nəhayət həyəcanla gözlədiyimiz yerə gəlib çatdıq. Qapı. Qələ yüzüləsin. Camaatın şüşəsini yerindən çıxardım. Dəvə durdu, dam yıxdı. Üzr istəyirəm, Zirva Otelinin resepsiyona hansı tərəfdən yaxınlaşdırıq? Buradan çox sağ olun, minnətdar. Görəsən səhər maska zat istəyəcəklər. Təbii ki, istəyəcəklər, çünki həyatımızı ilişib bu maskalar. Evet, yaxşısan. Ayın oyunlarımızı habıra yerləşdirib, promoy getdik əsas işlərimizin dalıyca. Yes qardaş, yaxşısan. Hoş gəlmisiniz. Çox sağ olun, minnətdarıq. Bəli. Gel biraz çay içelim. Yol gelmişiz. Gel otur. Minnətdarıq, təşəkkür edirəm. Sağ olsunlar, çox gözəl, səmimi bir şəkildə qarşıladılar bizi. Ev tortundan yeyib, pürrəngi çaydan içib, yol yorğunluğumuzu çıxardıq. Hal-hazırda gedirik zipline-ə. İlk olaraq dedik, oradan başlayaq. Hündürlük məsələsi gələndə tüklərimiz biz olur. Həyəcan basıb mənə Sadiq. Şaxtyorlara oxşadım mən. Bunları sürmək necədir? Hasaddır? Harun özü Çin səddinə çıxan kimi hiss eləmirsən? Hərəkətsiz adam kimi. Bura çıxana qədər bitər oldu. Oyda, buradan o ya. Vallahi mənim gözüm almır. Qardaş, mənim bura gözüm almır, carafatsız. Həqiqətən fikrimdən dönürəm. Allah'ın da olsun deyirəm, ürəyim əsir. Bayaqdan deyirəm ki, yəni mən getmək istəmirəm də. Hələ də qərarlaşdıra bilmirəm. Qardaşın da başını xarab eləmişəm burada. Burada gəlməyə belə qorxuram. Mən necə gedəcəm buranı? Ürəyim gəlmir həqiqətən. Belə? Dursa al vurma, yaxşı mənim.
Otur, tam. Bir dəqiqə, bir də xahiş edirəm, bir dəqiqə. Bu yerdə qaqaşın yerinə mən olsaydım deyərdim ki, Hadi düş, rədd ol da. Belə tuta bilərəm, olarmı? Tutarsan. Eləyə bilmirəm. yox deyim, mən qorxuram. Otur prosta. Bismillah. Bismillah. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Buradan. Korkudan titredim. Bir dəqiqə. heç zat 1-2 yıllıq qocaldıq. Habdan qutardıq, getdik dayışı. Ürəyim çıxdı. Qəsdən eləyir. Görürlər xamam qorxuya düşmüşəm, mırtdaşırlar. Yellənə gəlib yenə mərkəzə çatdıq. Mən öldüm, dirildim. Yaxınlaş qardaşlar. Süper bir şeydi. Axır ki hündürlüyə qarşı fobiyama biraz da olsa qalib gəldim düşünürəm. İndi geriq biraz quadrosikl sürməyə. Nəzərozə çatdırım ki, ha bu məkanda sürdüyüm, yoxladığım hər şeyi həyatımda ilk dəfə edirəm. Kayıp. Sürüş. Bu gazda. Aha. Bu doğrumuzdur. Göründü qakanına qaraca. Düşüb tələmini. Gördülər nağardın, təkər ilişdi, getmədi. Qakan sökülür. Qakan sökür. Biz oynayıb qurtardıq. Hindi meydan Şahdağın professionallarınındır. Bu dörd təkərli ziverlərin də ləzzətini çıxartdıqdan sonra qayıdırıq bazaya, yeni zadlar yoxlamağa. Təşəkkürlər adrenalin dolu yürüyüş üçün. İndi gelirik həyatımda ilk dəfə ox atmağa. Brave multfilminə baxmısınız da o Mrida. Ya o Mrida yəni mənim yanımda heç nədir. Baxın. Hələ oxu saxlayan mı? İlk ox atışım. Mrida. İkinci cəhd. Bir şey inkişaf var. Harun təsəvvür elə qarşında ceyrandır. Az qalmısan. Bunu vurdun, vurmadın. Şu. Öldü ağacından. Təşəkkür edirəm qardaş. Minnətdarıq, çox sağ olun. Anladım ki, mənə qalanı filan əmanət eləsiydilər. Düşmənlər çoxdan içəri soxulmuşdu. İndi gəlmişik abi yumru şeylərlə biraz yuxarıdan sürüşməyə. At elə bir. Bura toram qardaş. Oturduq yumru zadın içinə. Qabağımızdakı tros da bizi dartır yuxarı. Sonra yuxarıdan sürüşə-sürüşə düşəcək. Özümü 2 yaşında uşaqlar kimi hiss edirəm. Yalqızam, yalqız. Pəh, ləzzət edir qarın xırçıltısı. Hadi get çox da, yarım saatdır nədir? A few minutes later. Deyəsən çatıram ki. Axır ki gəlib çatdıq. Detski bir şeydi amma
hündürlük var deyənə buna da pitər oluram. Aa! Sağda! Aa! Bugün ben burada infarkt olacağım. Tormuz. Gel üstüme çıkabilirsin. Sadık, gözle bir dakika. Söcələ be. Boş yerə gətirməmişəm ki səni ha bura. Bu şeyi yaxşı hərəkət eləmədim burada. Xalqın ayın oyunlarını partlatmamış gətirib təhvil verdik və getdik Şahdağa. Əsas nəyə görə gəlirlər ora? Yəni Xizəh məktəbinə. Hoş geldiniz. Ha bura gələn hər kəsə boyuna, çəkisinə, razmerinə görə paltar, xizəhsat verirlər. Hava andırlarla da adam ayağını qəribə hiss eləyir. Müəllimimiz, instruktorumuzdan da görüşdük. Başlayaq. Başlayaq inşallah. Nağarmey, ayaqqabılar leş ağırlığındadır. Ayağın ucunu bura salırıq, dabanı düz oturduruq, bastıq aşağı geyinilir. İnstruktor da həqiqətən çox gözəl, səmimi bir insandır. Bircə hər şeyi səbirlə göstərir. Sağ, Himalay dağlarını verin mənə, hazıram. 5-10 dəqiqə öyrəndikdən sonra qalxırıq uşaqlar üçün sürüşmək yerinə. Xizə sürməyi öyrənmək üçün biraz vaxt lazımdır. Təəssüf ki, bizim də vaxtımız yox idi. Ona görə getdik yuxarı tərəflərə Sineqaxodu yoxlamağa. Bir 2-3 dənə ağ tükün var idisə, biraz da artdı buralardan tullanana qədər. Yes, yaxşı. Hə, bax, hablardan sift eləməyi çox istəyirdim. Qabağını qaldıracam. Allah, demək qaz. Start. Süper. Burada hələ ilk sürüşüm idi. Yavaş-yavaş isinişirdim. Gör indi qaqanına varacaq. Ya da demeyim bunu, yoxsa şey fikirəcəm indi arası. Təlimçilər də bir başqa sürür amma. Dirəşən qaqa. Dirəşən. Kedi Aytəkin arxasında kim yıxladı? Yaxşı qutardı. Aytəkin kimi yıxılmadım, ancaq Bugs Bunny kimi yerə girmişəm. Disovqalığın axırı belə olur. Şükür uzun müddət əlləşdikdən sonra çıxarda bildik. Şahdağın personalına əziyyət verən insan. Bütün ayağımın içi zadı qar oldu elə. Ona görə heç vaxt farmazonluq eləməyin. Bu işi professionallara həvalə eləyin. 3, 2, 1. Oğlan bunun sürənidir daha, sürəni. Müəllim bir daha klas göstər, klas. Gəl. Uzun səyahətdən sonra geri döndük. Bizi nəyə var aclıq basıb. Yeyişməklə hazırlıqlı gəlmişəm. Bana bir gəlmişəm, deyərsiniz, saçda falan hava oldu.
Qardaşlarım, əldə düzənlənmə. Nətədir Sadiq? Gedir? Harun, az iyi də gəl. Neymişəm ya çörəyimizi yeyəcəm. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Əslində girişdə aşağıda namaz qılmaq otaq var. Ancaq bizim aşağı düşməyə vaxtımız olmadığı üçün elə burada namazımızı qıldıq. Bəli, bu ən həyəcanla gözlədiyim an idi. Şahdağ Coaster. Oturduq ehtiyaclarımıza. İlk öncə yuxarı qalxacaq, sonra gözüm alsa aşağı düşərik. Mənə ən maraqlı gələn bu idi. Çox həvəslə gözləyirdim ki, görüm nə tər hisslərdir. Buranı qalxmaq problem deyil də, düşəndə yenə hündürlük fobiyam tutacaq. Ümid eləyirəm buradakı qorxuma da qalib gələrəm. Super mənzərəsi var, bax. Oyda, bura sol tərəfə baxa bilmirəm. Yenə fobiyam tutur. O kinolara baxandan sonra da bu şeylərə minmək təbii ki, adama qorxulu gələr. Böyük məsafə deyim, mən sənə deyim. Oyda, mən bura necə ürək eləyəcəm aşağı? Bəlkə getmir ki aşağı. Hər şey mənim təhlükəsizdir, heç nədən narahat olmayın. Prosta görəcəyiniz iş hissəmir. Bunu qabağa dəndə gedir, buraxanda dayanır. Əllə saxlayırsınız və gedirsiniz. Bəli. Hər hansı bir yerdə saxlamaq olmaz. Tam aşağı stansiyaya çatanda buraxarsınız. Bismillah. Getdik. Ya Allah. Ya Allah. Ya Allah. Bismillah. Oh. Oh. Oy oy oy. Sadik, Sadik sana ne diyeyim ben Sadik? Sadik ne diyeyim sana ben? Öldüm. Sadiki mən gətirmişəm, yazığın günahı nədir? Vahiməmdən öncə nə danışdığımı bilmirəm. Sadik! Sadik! Gəlin davamında neçə dəfə Sadik dediyimi hesablayaq. Sadik. Sadik'te. Öldüm Sadik. 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 Qarşımızdakılar yavaş getdiyindən biz də məcburi yavaşlamalı oluruq. Bu da mənim vəbşəm dəli eləyir, çünki göydə qalıram. Davay. Sadik, qorxdum o. Get Sadik, get. Sadik tez ol, ürəyim çıxdı. Ancaq nəzərinizə çatdırım ki, videoda hündürlük elə də bəlli olmur. Mən qələt elədim, gəldim. Ya Allah. La ilahe illallah. La ilahe illallah. La ilahe illallah. Abiden kurtarsaydı. Bu ne de Allah? Sadık! Ben galet eləyirəm bir də. Ürəyim çıxdı. Sadık. Sadık dilim kurudu Sadık. Sadık.
Sadiq. Gülürük. Əsəbləşə. Buna bax qutaracaq. Oh, şükür qutarır. Qutarır. Sakit Harun. Ops. Ürəyim düşmüş az imiş bir arxadan da gəlib girirlər elə mənə. Sarılıq oldum mən bugün. Rəngi ağarır. Sən risk edirsən bir də, risk edirsən bir də. Bizləri gözəl, səmimi bir şəkildə qarşılayıb, çəkiliş üçün şərait yaratdıqlarına görə Şahdağ Turizm Kompleksinin rəhbərliyinə, personalına və Sport Sistem mağazalar şəbəkəsinə təşəkkürümüzü bildiririk. Necə idi? Sadiq. İzah edilməz. Yəni sözlərlə izah edilməz. Reis. Hər vaxtınız xeyir. səfəriniz? Gözəl, çox gözəl. Pəncərəni düzəltdim də. Hə? Sö? Allah. Yol üstü yaxın qardaşların məsləhət gördüyü bir restoran var. Orada dəyib giyirik evə. Yəni mən düşünürəm ki, bugün yüksəklik fobiyama qalib gəldim. Düzdür, çox qışqır bağır saldım. Yəni, bu mənim uşaqlıqdan olan bir qorxumdur və heç vaxt cəhd eləməmişəm ki, hardansa nə bilim tullanım, hardansa gedim. Çox qorxmuşam. Amma həqiqətən bugün dəhşət bir şeydi. Qorxuram buradan sonra da sarılıqdan müalicə alım, amma inşallah xəstəliyi zət taparam. Gəlib çatdıq qardaşlarımızın məsləhət gördüyü restorana. Yaxşı. Azər da gözəl qoxusu var da, belə rayon havaların qoxusu olur. Demək, bastırma şobav. Yeməklərimizi sifariş verib, biraz restoranla tanış olmaq qərarına gəldik. Tezliklə çatacaq. Kim bilmək istəyirsə, bəli, restoranda namaz qılmaq üçün yer də var. Biz gəzib dolaşana qədər sifarişlərimiz də gəldi. Elhamdülillah. Dalşedə go home. Hava da ucu qaralıb. Təşəkkür edirik. Belə millət, bununla da videomuzun sonuna çatdıq. Əgər bu tip videolar xoşunuza gəlirsə, videonu like eləyib, yorumlarda fikrinizi bildirməyi unutmayın. Xoşunuza gəldisə də kanala abunə olun. Bir şey də qeyd edeyim ki, bu kanalda bu günə qədər paylaşdığım heç bir videoda heç bir sponsorluq yoxdur. Yəni vallah mənə heç kim reklam üçün pul zat verməyib. Hamısı öz cibimdən aldığım şeylərdir. İnşallah növbəti videolarda görüşənədək.